for Christmas shopping. Bugün birlikte yeni hazırlaşacağıq. Dedim bunu bir vlog şəklində edim ki, sizə də maraqlı olsun. Birinci onu deyim ki, biz bir neçə lokasiyaya gedəcəyik. Hazırda trend mağazalar var ki, orada yeni dekorları var. Büdcə cəhətdən həqiqətən məlumatım yoxdur. Ona görə birinci oralara gedib, daha sonra isə bizim vazkeçilməzimiz olan Sədərəyə gedəcəyik. Hazırsınızsa getdiyim öncə çox maraqlı bir gün olacaq və ən əsası da sizin də ağlınızda bəzi şeylər formalaşdırmaq üçün yaxşı bir video olacağını düşünürəm. Deməli, Sinçər mağazası Sevinci Molda deyəm, bura gəlmişəm. Və ilk dəfə də belə çöldə nəsə çəkirəm, heyecanlıyam. Nə yuxarı çıxım, orada olmalıdır. Böyle şeyler de var, o da çok cute'dur. Qiymətləri çox müqayisə edə bilməyəcəm. Hələ ki, çox çeşid yoxdur deyəsəm var da, yəni hələ payız havası qalıb. Qeyd edeyim ki, noyabrın ortalarıdır. Hələ də bir çeşid yox idi, vaxt itirmək istəmədim. Dedim, gedək başqa lokasiyalara. Məncə hələ noyabrın ortaları deyənə çox çeşid gəlməyib, hələ gələcək. Mən yeni dekor olaraq çəhrayı bir də mavi ağ belə düşünmüşəm. Qırmızı eləməyəcəm. Ona görə dekorlarımı cür alıram. İndi 2 dənə bir də yolka bantik almışam. Bir də baxacağım indi görüm başqa nə alım. Deyiləni görə 8-də daha çox yeni şeyləri var. Vay vay, hərəkət edir. Oyuncaq cənnəti arkadaşlar. Onlar da çox şeydi, baxın. Göstəreyim, fokuslayayım. Bu mağazadan aldıqlarımı, çox qəşəng şeylər var idi. İndi aralara girmək istəyirəm. Ya bir-iki xırdavat bir şey almaq istəyirəm evə ki, həm dekor olaraq istifadə edərəm, həm belə. Aldıqlarımı bu arada sonda evdə yerləşdirəndə göstərəcəm. Amma həm mətbəxə aid şeylər var, həm də belə dekor üçün. Biraz burada utanırıq danışmağa. Bunları çox bəyənirəm. Əslində çox qorxuludular. Amma çəhrayı olanlar maksimum şirindir. Çox qəşəngdir. Bu arada bu mağazanı aşırı sevdim. Çok aşırı. Kupaların güzelliği, şaka mı? Ama en sevdiğim bunlardı. En qəşəng budur. Bunlar ışıqları yanır, çox qəşəng bir loş hava verir. Sevirəm bunları da. Ama bu vapşe en gözəlidir. Bilmirəm ki, indiki dövrdə kimsə zərlə yolkasını da izləyirmi? I don't know. Yolka heç göstərməmişəm. Yolkalar aç baxın. Baxsana Zeyn. Olundu məncə. Alışverişim demək olar ki bitdi. Bəzi şeylərimi çantama götürmüşəm, bu çantama qoydum. İndi bir-iki şeydə axtarışındayam. Fərqli məhsullardır. Onları da alınsa göstərəcəm. Ümumiyyətlə ev dəyişmək falan istəyirsinizsə bir-iki şey üçün əladır. Dostlar, Sədərəy günü çox yorulduğum üçün Dekaliv mağazasına girib baxa bilməmişdim. Ona görə indi Dekaliv mağazasına giririk. Hazırsa getdik. Ay, bu çox qəşəngdir. Bu yolka, bir də bu yolka. Çox fərqli, heç yerdə olmayan. Şunun güzelliği şıkama. Çox qəşəngdir. İndi gedək biraz o tərəfə. Orada qablar falan da var, gözəldir. Cute. Bunlar heç yerdə yoxdur ya məncə. Mən hər yeri gəzdim, belə şamlar falan heç yerdə görmədim. Düzü bunlar sifarişdən hazırlayırlar, amma belə də var. Çox şirindir. Sonra mən sizə göstərə bilərəm burada. Bunlar məsələn dekor üçün, uşaq otaqları üçün falan çox şirin ola bilər.
Bir də məsələn bu tipdə yolka oyuncaqları mən heç yerdə görmədim. Çox qəşəngdir. Başqa nə göstərə bilərəm sizə deyə baxıram. Kadife oyuncaqlar heç yerdə yoxdur bu kadife oyuncaqlardan. Qırmızıdansa bordo, yeni ili məncə daha qəşəngdir. Əgər eviniz minimalist tərzdəsə, məncə bu cür dekorları daha çox bəyənəcəksiniz. Bəx üçün fərqli qablar axtarırsa, düzü hər yerdə eyni qablardır, amma burada qiymət cəhətdən daha münasibdir. Şəhərdə olmasına baxmayaraq. Bunlar çox gözəldir. Sonra bunlar. Kupalar belə var. Belə örtülər var. Yeni evli cütlüklər falan tanışınız varsa, ki mənim var. Belə qəşəng qablar ala bilərsiniz. Çox qəşəngdir. Göstərmişsəm. O yolkaların belə balacası var. Çox qəşəngdir. Bu tam belə öz masanız evinizdə falan varsa, mən indi hədiyyəli göstərəcəm sizə. Baxın. Bunun belə içində stəkanlar falan var. Bu yolka da çox fərqlidir. Tam belə uşaq otağı üçün falandır. Salam, hər vaxtınız xeyir olsun. Videomun ikinci hissəsinə xoş gəlmisiniz. Burada aldıqlarımı unpacking eləyəcəyik. Bu gördüyünüz arxamdakı dekoru da birlikdə dəyişəcəyik. Deməli, yeni ilə aid bir neçə mağaza gəzdim gördüyünüz kimi və nəticə etibarı ilə bir çox yerdən maraqlı aksesuarlar almışam. Gəlin baxaq görək nələr almışam. Birinci göstərmək istəyirəm ki, bu arxamda gördüyünüz üçlü tablonu dəyişəcəm və mən bunlarla dəyişəcəm. Bunları Temudan almışam. Bir budur. Deməli, bir budur. Çox şirindilər. Budur. Çox gözəldir. Dediyim kimi mən çəhrayı konsept elədim və çəhrayı heç bir şey Sədərəydə, ümumiyyətlə mağazalarda yox idi. Olanlar da həqiqətən çox baha idi. Dedim bu çəhrayı yeni ili ən azından portretimdə, yəni divarlarda və sair göstərim. Böyük rəsmim var. Onları çıxartdırmışam. Onları da indi göstərərəm. Durmağa ərinirəm, göstərməyəcəm. Biraz da sizə yaxın aldım, çünki biraz daha istifadə edəcəyim əşyalar və minik mətbəx əşyalar və s. göstərəcəm. Birinci mətbəx üçün çox qəşəng belə bir saxlama qabı aldım. Yeni il temalı, çox şirindir. İçinə də hətta artıq çaylarımı əlavə eləmişəm, yəni çayda istifadə etdiyim məhsulları. Yeni ildə olmazsa olmaz o fincanlardan almışam. Belə şirin bir fincanımız var. Bu arada bunlar hər yerə çox baha idi. Fikirləşin, belə fincanlar Sədərəydə belə 17-18 manat idi. Bəzi mağazinlərdə 14, 12. Mən bunu sizcə neçə almışam? 7 ya da 6 manat almışdım. Bir dənə mağazin var. Vlogumda görmüşdünüz. Yəni vlogun birinci hissəsində Time School falan belə bir şeydi və orada çaşkalar çox uyğun qiymətli idi. Ümumiyyətcə bəzi yerlərdə hədsiz çox şişirilmiş qiymətli. Yəni məsələn, aldığım ərazidə 1 manatdı, Sədərəydə 3 manat dedilər mənə, 4 manat dedilər. Dedim, "Ay, necə ola bilər də?" Mən də elə buradan aldım. Bu arada qoxuludur. Yəni bilmirəm bu necə 1 manatdır, amma çox şirin şamlardır. Bunlardan da almışam. Ümumiyyətcə yeni ildə belə şam yandırmaq falan çox sevirəm. Və bir də belə bir şamdam almışam. Bu da çox şirindir eyni ilə. Belə üçlüdür. Buna çox uyğun qiymət almışdım. Səhv eləmirəmsə 3-4 az yeni idi. Sədərəydə bu tipli şamdanlar daha ucuzdur. Bu da çox gözəldir. Və bundan da bu da biraz yenidir. Bizim evimin yanında. Sədərək fail. Sonra mən böyük yolka almamışam. Yəni böyük yolka zaten şu anki evə düşünmürəm. Ona görə belə minik yolkalar aldım. Baxın. Çox şirin. Bunlar hər yerdə var. Yəqin ki görmüsünüz. Çox qəşəng. Bir də belə zərli yolkalar var. Belə tökülüb. Yaxşı deyil. Bu arada bu yolkaların özü belə. Məsələn, bu neçə deyirsiniz? Məsələn, mən deyərəm ki, bu hələ böyüsü də. Balacası deyərəm 1 manat. Bu da ki 3 manat, tamam mı? Bunlara bir dənə qiymətlər deyirlər. Hələ ağ rəngi, yəni mən 1-2 mağazinə gördüm ki, bunlar normal qiymətdədir. Bəzi yerlərdə yəni 7 manat, 8 manat, hələ şəhərdə 28-də şey qoymuşlar. Dünən soruşdum. Baxın. Bundan da balacası. Bax, bundan da balacası. Bax, bura qədər olan 1 manat idi. Yəni bu boyda olan desən okey də, yəni. Bilmirəm niyə bu qədər bahadır, amma həqiqətən bundan sonra böyük yolka almaq daha çox sərf eləyir. Şirin bir yeni salfetim. Çox şirindir. Şaxta baba temalı. Cəyimiz dekorasiya üçün
ağ qardinələri. Belə gözəl işıqlar. Bu işıq həqiqətən qəşəngdir və çox uzundur. Sədrəkdə nə olmasa da işıqlar uyğun qiymətlidir Allahdan, yəni. Də yolka oyuncaqları almışam. Dedim ki, mən yolka qurmayacağam, amma bəzi dekorasiyalarda istifadə olunur. Baxın. Bir də belə gümüşsün almışam. Bir çəhrayısın. Oyuncaqları da mən birinci girdiyim mağaza var idi. Vlogda da Sədrək vloguna görəsiz. Ora oyuncaq cənnəti idi. Və qiymətləri digər yerlərə baxanda daha uyğun idi. Belə bir qəşəng şirin yastıqlar üçün bir üz. Şirindir, material da qəşəngdir. Bunlar da bu arada baha idi bəzi yerlərdə. Hamısında eyni şey var. Bu biraz fərqli idi. Bunu da Sədrəkdən almışdım. 5 əziyyəm falan belə olmalı idi. Əslində çəhrayısını tapa bilmədim deyə aldım, amma bu da şirindir. Alışverişimdə ən çox sevdiyim şeyi ən sonda göstərmək dərkən belə şirin. Baxın, bantiklər almışam. Bir-bir göstərim. Bu arada bu bantiklər haqqında bir-iki sözüm var. Bu il trend olub zaten bantiklər və çox rəngarəng, hər belə necə deyim, növdə, parçada belə bantiklər var. Amma inansız bunlar çox bahadır. Yəni mən şəhərdə baxdım. Şəhərdə bunlar başlayır 6 manatdan. Bu əslində biraz burada balaca görsən, amma əslində böyükdür, yəni çox da balaca deyil də. Yəni saç taxmaq üçün falan deyil. Bayağı böyükdür. Məsələn, bunu şəhərdə baxdım mən. İnans 6 manatdan başlayır bu boydası. Mən bunu isə 2.50-yə almışdım Sədrəkdə. Yəni bəzi şeylər Sədrəkdə daha uyğun qiymətlidir. Məsələn, getməyə dəyər. Deməli indi keçək bu arxadakı rəsmləri çıxartmağa və yenilərini asmağa. Daha sonra isə bu hissəmi gözəl bir dekorasiya eləyəcəm. Bu arada bir aldığım əşya da var. Onları Temudan almışam. Bu arada bu çərçivədəki rəsmləri də Temudan almışdım. Temudan digər aldığım əşya isə belə yeni il temalı bir battaniyə almışam. Çox şirindir, bilirəm. Dostlarım, böyük səylər nəticəsində dekorumuz tamamlandı. Çox qəşəng görsənir. Özüm belə kozi qaranlıqda çəkdim ki, koziliyin hiss eləyəsiniz. İndi gəlin sizə göstərim. Birinci belə bir çərçivələr almışdım. Bunları 28-dən, bir də elmlərdən aldım. Sonra bu birisi şəkilləri. Bunları əslində Temudan almışam və Pinterestdə də baxsınız bu tipli şəkillər çox yoxdur. Yəni imeni, arxası belə çəhrayı. Bunu özüm Pinterestdən tapıb çıxartmışam. Belə şirin bantiklər. Bu birisi vuran ışığım da eyni ilə Temudandır. Burada şirin minik yolkalarım var. O da belə dekorasiyadır, güya eləmişəm, amma çox ürəyimcə alınmadı. Amma bunun üzərində işləyəcəm. Məncə qəşəngdir. Mənim ilk vloqum beləliklə bitdi. Artıq yeni ilə düşünürəm ki, tam hazırıq. Yeni ili belə önəmsəməyimə birinci səbəb yeni ilin yeni başlanğıclar gətirdiyinə çox inanıram və bu başlanğıclar bizə böyük şanslar gətirir. Eynilə bu il at ilidir və mənim ilimdir. Və mən yadımdadır ki, uşaq vaxtında at ilinə çox sertifikat falan almışdım. Mənim üçün ekstra bir uğurlu keçmişdi. Sırf belə özəllə hazırlaşmaq istədim. Gələn videolarımda görüşənədək hələlik.